yadımda qalan bir şey var ki, mənim atam və eyni zamanda onun yaşıdları da, bütün atalar, əmilər, dayılar, babalar belə dururdular yanaşı və bir eyni vaxtda başlayırdılar ot biçiminə. Ot biçimi deyirdilər əslində buna. Və hamı, siz təsəvvür edin ki, bunlar hamısı başlayanda 20 nəfər eyni vaxtda bir dağın bütöv bir yamacını həmin eyni anda biçirdilər. Yəni möcüzə idi. Heç kim sıradan çıxmırdı və heç kimə mane olmurdu. Və belə bir ritmlə, eyni ritmlə gün boyu bax beləcə ot biçirdilər.